Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimimiz Səlçi. Bugün sizlərlə kükürt və onun birləşmələri sulfat turşusu mövzusundakı 101-dən sona qədər olan sualları izah edəcəm inşallah. Vaxt itirmədən 101-ci sualdan başlayaq. Hansı maddələrin barium hidroksid məhlulu ilə qarşılıqlı təsirindən barium sulfat alınır? Gəlin birinci reaksiyadan başlayaq. Natrium hidrosulfiti barium hidroksidlə reaksiyaya saldıqda reaksiya nəticəsində hidrogen OH-lardan birini götürəcək və natrium sulfit bir də su əmələ gələcək. Deməli, barium SO4 alınmadı. Üstdən barium sulfit alındı. Sulfat alınmadı. Ona görə bir doğru deyil. Deməli, SO3-ü barium hidroksidlə reaksiyaya daxil olanda SO3 sulfat turşusunun anhidridi olduğu üçün barium SO4 əmələ gələcək, 2 doğrudur. SO2-də sulfit turşusu, yəni anhidridi olduğu üçün SO2 barium sulfit əmələ gələcək. Natrium sulfitin üzərinə barium hidroksid gələndə barium sulfit üzərinə gəlsin natrium hidroksid alınacaq. Amma bu reaksiya getmir, çünki barium sulfit də suda həll olur, natrium hidroksid də suda həll olur. Biz demişdik ki, əsasların duzlarla reaksiyası nəticəsində biri çöküntü olmalıdır. Çöküntü alınmadığına görə bu reaksiya heç getmir. Kalium sulfatın da barium hidroksidlə reaksiyası nəticəsində barium sulfat bir də kalium hidroksid alınır. Barium sulfat çöküntüdür, reaksiya gedir və barium sulfat alındığına görə 5-i də götürürük. Cavab 2 və 5. 102-ci sual. Reaksiyaya daxil olan maddələr, sulfat turşusu özü də qatı. Hansı reaksiya mümkündür? Uşaqlar, qızıl və platin heç bir turşu ilə reaksiyaya daxil olmur. Gümüş reaksiyaya daxil olar. SO2 turşu oksidi turşu ilə reaksiyaya daxil olmaz. Mis daxil olacaq, natrium daxil olacaq. Silisium O2 də turşu oksididir. Turşu ilə reaksiyaya daxil olmayacaq. 2, 4 və 5. 103-cü sual. Deməli, H2SO4 vurulsun su, üzərinə gəlsin SO3, 2 mol X maddəsi, üzərinə kükürt gəldikdə isə Y və su alınır. H2SO4 vurulsun su. 1 mol suyumuz var, 1 mol SO3 ilə reaksiyaya daxil olub H2SO4 əmələ gətirəcək. Bizə deyir ki, 2 mol X maddəsi alınır, onda X maddəsi oldu sulfat turşusu. 2 mol sulfat turşusu əmələ gəlirdi. 2 sulfat turşusunun da kükürtlə reaksiyası nəticəsində SO2 bir də su əmələ gəlir. Onda Y-i də müəyyən elədi. Y-də oldu SO2. Kükürt trioksiddir. Xeyr, kükürt dioksiddir. Doğrudur. Hidrogen sulfitdir. Yanlışdır. Su ilə reaksiyaya daxil olur. Doğrudur və sulfit turşusunu əmələ gətirir. 104-cü sual. Dəmirin üzərinə qatı sulfat turşusu gəlir. Reaksiya məhsullarının mol sayının zamandan asılı qrafikinə əsasən Y maddəsi üçün nə doğrudur? Gəlin 104-cü sualı yazaq. Dəmirin üzərinə ilk öncə qatı sulfat turşusu gələk. Reaksiya nəticəsində alınacaq dəmirin 3 valentli duzu, SO2, bir də su. Uşaqlar, gəlin indi reaksiya tənliyini əmsallaşdıraq. 6 mol sulfat turşusu reaksiyaya daxil olar. 3 mol SO2 alınacaq, 6 mol su əmələ gələcək. O dəmirlərin sayını da bərabərləşdirək. 2 mol da dəmir reaksiyaya daxil olacaq. İndi deyir ki, Y maddəsi üçün nə doğrudur? X, Y, Z-i müəyyən eləyək. Uşaqlar, ən az mol, yəni X duz alındı. Onda X oldu. Perium 2, SO4 3. Yəni dəmirin 3 valentli duzu. Y-də ikinci deməli daha çox mol alındı. Y-də uyğun olaraq bərabərdir SO2. Son olaraq Z də bərabərdir. Son mol miqdarlarına uyğun X, Y, Z-i düzdür. Y maddəsi üçün nə doğrudur? Y maddəsi oldu SO2. Birdən başlayaq. Şəffaf mayedir. SO2 şəffafdır, amma mayedir, qazdır. Bu doğru deyil. Kəskin iyili qazdır, doğrudur. Qələvi məhlulu ilə reaksiyaya daxil olmur, reaksiyaya daxil olur. Çünki SO2 turşu oksididir. Su ilə reaksiyaya daxil olmur, su ilə də reaksiyaya daxil olur və sulfit turşusunu əmələ gətirir. Bərk halda molekul kristal qəfəsi əmələ gətirir, doğrudur. Bir molekulunda 3 atom var, doğrudur. Baxın, 1 kükürt və 2 oksigen atomu. 105-ci sual eyni tipdə sualdır. Y maddəsi üçün nə doğru deyil? Y maddəsi yenə SO2 olacaq. Sual eynidir uşaqlar. Adi şəraitdə şəffaf mayedir. Maye deyil, qazdır. Bir doğru deyil, biri götürürük. Kəskin iyili qazdır, doğrudur. Suda həll olunur, doğru deyil, 3-ü götürürük. Müəyyən şəraitdə molekul kristal qəfəsi əmələ gətirir, doğrudur. Cavab 1 və 3. Keçdik 106-cı suala.
Sulfat turşusunun maqneziumla reaksiyası nəticəsində maqnezium sulfat, kükürt, bir də su tənliyini əmsallaşdırın və reaksiya məhsullarının qrafikinə əsasən 8 qram X maddəsi əmələ gələrsə, neçə qram Z maddəsinin alındığını hesablayın. Uşaqlar, siz deyəcəksiniz ki, müəllim, bəs duru sulfat turşusu maqneziumla reaksiya daxil oldu, hidrogen qazı çıxartdı. Bunu bildik. Qatı sulfat turşusu da maqneziumla reaksiya daxil oldu. Maqnezium sulfat, SO2 bir də su əmələ gətirdi. Bəs bu reaksiya nədir? Bu sulfat turşusu durudur yoxsa qatı? Deməli, sulfat turşusunun qatılığından asılı olaraq maqnezium, manqan və sink bu üç metalla reaksiyaya daxil olan sulfat turşusunun qatılığından asılı olaraq reaksiya məhsulu kükürt də ola bilər, hidrogen sulfit də ola bilər, SO2 də ola bilər. İndi bizə deyir ki, reaksiya nəticəsində kükürt alınıb, həmçinin temperaturdan asılı olaraq da kükürt, H2S və SO2 alına bilər. İndi gəlin reaksiyanı yazaq. 106-cı sual. H2SO4 üzərinə gəlinsin maqnezium. Maqnezium sulfat, kükürt, bir də su əmələ gəlir. Reaksiya tənliyini əmsallaşdıraq. 4 mol sulfat turşusu, 3 mol maqnezium SO4, 3 mol da onda maqnezium reaksiyaya daxil olar və 4 mol da su əmələ gəlir. Reaksiya tənliyini əmsallaşdırdıq. Əmsalın 8 qram X maddəsi əmələ gəldikdə mol miqdarlarına uyğun deyir ki, X, Y, Z-i düzün. Uşaqlar, ən çox mol Z-dədir. Onda Z olacaq su. Daha sonra Y-dədir. Y olacaq maqnezium SO4. X ən sonda X-dədir. X-də olacaq kükürt. X-i müəyyən elədik, kükürt. Deyir 8 qram X maddəsi əmələ gəldikdə 8 qram kükürt əmələ gəlir. Neçə qram Z maddəsinin alındığını müəyyən eləyin. Tutaq ki, A qramda Z maddəsi alınıb. Normalda 32 qram kükürt əmələ gəldikdə nə qədər Z maddəsi alınır? 4 bol olsun 18 qram su alınır. İndi reaksiya tənliyini daha doğrusu tənasübü gəlin həll eləyək. 8-yə ixtisar getdi 4 dəfə, 4-lə ixtisar getdi. A da bərabərdir 18 qram. Deməli 18 qram Z maddəsi, yəni su əmələ gəlmişdir. Keçdik 107-ci suala. 300 kiloqram ferium S2-dən 441 kiloqram sulfat turşusu alınmışsa, praktiki çıxım neçə faiz olar? Gəlin 107-ci sualı hesablayaq uşaqlar. Normal halda, yəni 100% çıxımda 100% çıxım üçün hesablayırıq. 1 mol ferium S2-dən neçə mol sulfat turşusu alınır? 2 mol H2SO4 alınır. 1 mol ferium S2-nin kütləsi nə qədərdir? 120 qram ferium S2-dən 2 mol, yəni 196 qram H2SO4 əmələ gəlir. Praktiki çıxım 100% olsa, onda 120 qram ferium S2-dən 196 qram H2SO4 alınmışdır. 300 kiloqram ferium S2 bizə verib, praktiki çıxımı bilmirik və 441 kiloqram sulfat turşusu alınıb. 441 kiloqram. Praktiki çıxımı bilmirik, tutaq ki, X% praktiki çıxımımız var. Uşaqlar, 120 qram ferium S2 reaksiyaya daxil olsa, 196 qram H2SO4 əmələ gələcək. 300 kiloqram ferium S2'miz var. 300 kiloqram ferium S2 reaksiyaya daxil olsaydı 100% çıxımla hesablayırıq. Neçə kiloqram sulfat turşusu alınacaqdır? Bilmirik. A kiloqram sulfat turşusu alınacaq. H2SO4. İndi gəlin A-nı hesablayaq. A da uyğun olaraq bərabər sıfırlar ixtisar getdi. 3-ə ixtisar getdi 4 dəfə. 4 ilə 196 bir-birinə ixtisar getdi. Uyğun olaraq bərabərdir 49. Deməli 490 kiloqram. 490 kiloqram H2SO4 alınmalı idi. Bizdə neçə kiloqram H2SO4 alınıb? 441 kiloqram H2SO4 alınıb. İndi praktiki çıxımın neçə faiz olduğunu hesablayaq. Normalda 490 kiloqram alınmalı idi. 441 kiloqram alınıb. Vurulsun 100. İxtisarlarımızı aparaq. Sıfırlar ixtisar getdi. 49, 441 ixtisar getdi 9 dəfə. 90%. Deməli praktiki çıxım 90%dir. 90% olur ki 490 kiloqram sulfat turşusu alınmalı idi, amma 441 kiloqram alınıb. Keçdik 108-ci suala. Davam edirik. Deməli 108-ci sual. 270 kiloqram sink sulfitdən 490 kiloqram sulfat turşusu alınmışsa, praktiki çıxım neçə faizdir? Uşaqlar, gəlin hesablayaq. 108-ci sual. Sink S-dən sulfat turşusu alınır. Deməli 1 mol sink sulfitdən elə 1 mol da sulfat turşusu alınır.
Sink sülfidin ml nə qədərdir? 97. 97 qram sink sülfiddən 98 qram sulfat turşusu alınır. H2SO4 alınır. İndi bizə deyir ki 970 kiloqram sink sülfiddən 490 kiloqram sulfat turşusu alınmışsa praktiki çıxımı hesablayın. 970 kiloqram sink sülfidimiz var uşaqlar. Deməli 100% çıxımla tutaq ki X bayaqki sualda eyni tipdədir. A qram SO4 alınır. A qram yox, A kiloqram yazaq. Uşaqlar, 100% çıxımla 97 qram sink sülfiddən 98 qram sulfat turşusu alınır. 970 kiloqram sink sülfiddən neçə kiloqram sulfat turşusu alınır? 100% çıxımla hesablayırıq bunu. A da uyğun olaraq bərabərdir. 97 ixtisar getdi. 980 kiloqram sulfat turşusu alınır. Bizə isə deyir ki 490 kiloqram sulfat turşusu alınmışdır. Praktiki çıxım nə qədər olar? 980 kiloqram almalıydıq sulfat turşusu, amma 490 kiloqram sulfat turşusu almışıq. Vurulsun 100. Praktiki çıxımı hesablayırıq 2 dəfə. Praktiki çıxımda oldu 50%. Bu qədər. Keçsək indi 109-cu suala. H2S və azotdan ibarət qaz qarışığının həcmi 112 litrdir. Gəlin 119-cu sualı yazaq. Hidrogen sülfid, bir də azotdan ibarət qaz qarışığı var. Həcmini də verdi 112 litr. Qaz qarışığından alınan H2SO4-ün kütləsi isə 245 qramdır. Uşaqlar, azotdan hidrogen sülfid alınmır. Bunu bilirik. Qaz qarışığından alınan hidrogen sülfidin kütləsi. Hidrogen sülfidi biz azotdan sulfat turşusu alınmır. Yəni sulfat turşusu alınmır. Amma hidrogen sülfiddən sulfat turşusu alınır. 1 mol hidrogen sülfiddən elə uyğun olaraq 1 mol sulfat turşusu alınır. Bizə deyir ki, qaz qarışığından alınan hidrogen sülfidin H2SO4-ün kütləsi 245 qramdır. İlkin qaz qarışığında azotun həcm payını hesablayın. Uşaqlar, ilk öncə sulfat turşusunun 245 qramının neçə mol olduğunu müəyyən eləyək. Gəlin müəyyən eləyək. Deməli 1 mol H2SO4 98 qramdır. 245 qram H2SO4 neçə mol olar? X mol olar. X da uyğun olaraq bərabərdir. 245 bölünsün 98. Bu da bərabərdir 2,5. Deməli 2,5 mol hidrogen, deməli H2SO4 alınmışdır. 2,5 mol. 2,5 mol H2SO4 alınıbsa, onda 2,5 mol da hidrogen sülfid reaksiyaya daxil olmuşdur. 1 moldan 1 mol alınırsa 2,5 mol H2S'dən də 2,5 mol sulfat turşusu alınacaq. İndi 2,5 mol H2SO4-ün həcmi nə qədərdir? 1 mol H2SO4-ün həcmi, 1 mol H2S-in həcmi, 1 mol hidrogen sülfidin həcmi 22,4 litrdir. 2,5 mol hidrogen sülfidin həcmi də olacaq. Tutaq ki, A litr. A da bərabərdir 2,5-i 22,4-ə vuranda A da bərabərdir 56 litr. Deməli 56 litr hidrogen sülfidimiz var. Uyğun olaraq da 56 litr də azot qazımız olacaq. Azot qazının həcm payını istəyir. Həcm payı fi ilə işarə olunur. Fi bərabərdir. Ümumi həcm nə qədərdir uşaqlar? 112 litr. Azotun həcmi nə qədərdir? 56 litr. N2 üçün hesablayırıq. Vurulsun 100. Bu da uyğun olaraq bərabərdir 50%. Deməli, azotun həcm payı bu qarışıqda 50%-dir. Keçirik 110-cu suala. Tərkibində 50% qarışığı olan 600 kiloqram piritdən neçə qram sulfat turşusu almaq olar? 110-cu sual. Uşaqlar, tərkibində 50% qarışıq varsa, onda 50% də pirit var. 600-ün 50%-ni tapırıq, bölünsün 100. Bərabərdir 300. Deməli, bizim 300 kiloqram piritimiz var, ferium S2-miz var. Deyir ki, ferium S2-dən neçə kiloqram sulfat turşusu alınır? Uşaqlar, 1 mol ferium S2-dən 2 mol sulfat turşusu alınır. Deməli, 600 kiloqram, 300 kiloqram ferium S2-dən neçə kiloqram, bizdən molla istəyir kiloqramla, neçə kiloqram sulfat turşusu alınır? X kiloqram tutaq ki, sulfat turşusu alınır. Norma biz bayaq nə dedik? 1 mol ferium S2-dən, yəni 120 qram ferium S2-dən 2 vurulsun 98 qram sulfat turşusu alınacaq. İndi gəlin bu tənasibi həll edib X-i müəyyən eləyək. 0 getdi, 2-yə 3-ə ixtisar getdi 4 dəfə.
4'e ixtisar getdi 2 dəfə. 2'ye də ixtisar getdi 49 dəfə. X də bərabərdir 490. Deməli 490 kiloqram uyğun olaraq sulfat turşusu alınacaq. Neçə kiloqram? 490 kiloqram istirdi elə. 111-ci sual. Artıq miqdarda götürülmüş 4 mol qatı sulfat turşusu ilə artıq miqdarda götürülmüş gümüşü 4 mol qatı sulfat turşusu ilə qızdırdıqda neçə mol kükürt dioksid əmələ gələr? Uşaqlar, gəlin ilk öncə reaksiyanı yazaq. 111-ci sual. Deməli, gümüşü qatı sulfat turşusu ilə reaksiyaya salıb qızdırırlar. SO2 bir də su əmələ gələcək. Reaksiya tənliyini əmsallaşdıraq. Reaksiya deməli 2 mol gümüş reaksiyaya daxil olur 2 mol sulfat turşusu ilə. Reaksiya nəticəsində alınacaq elə 2 mol su. Reaksiya tənliyi əmsallaşdı. Uşaqlar, bizə deyir ki 4 mol qatı sulfat turşusu ilə qızdırdıqda artıq miqdarda gümüşü 2 mol qatı sulfat turşusu reaksiyaya daxil olsa 1 mol SO2 alınacaq. 4 mol qatı sulfat turşusu reaksiyaya daxil olduqda neçə mol SO2 alınır? Bilmirik. X mol SO2 alınır. X də bərabərdir 2 mol. Mis 2 sulfat, SO2 bir də su əmələ gəlir. Reaksiya tənliyini əmsallaşdıraq. 2 mol sulfat turşusu reaksiyaya daxil olacaq. 2 mol da su əmələ gələcək. 4 mol qatı sulfat turşusundan neçə mol kükürt dioksid əmələ gəlir? Uşaqlar, 1 mol 2 mol qatı sulfat turşusundan 1 mol kükürt dioksid əmələ gəlirsə 4 mol qatı sulfat turşusundan neçə mol kükürt dioksid əmələ gələcək? Bilmirik. Tutaq ki x mol. X də bərabərdir 2 mol. Deməli 4 mol qatı sulfat turşusundan ilə 2 mol kükürt dioksid əmələ gələcək. 113-cü sual. Sink sulfidin oksigenlə reaksiyası nəticəsindən SO2 alınır. Onun da oksigenlə reaksiyası nəticəsində SO3 alınır. SO3 də su ilə reaksiyaya daxil olur, sulfat turşusu əmələ gətirir. Birinci, ikinci, üçüncü reaksiyaların praktiki çıxımı müvafiq olaraq 80%, 50% və 100%dirsə, 5 mol sink sulfiddən neçə qram sulfat turşusu almaq olar? Gəlin 113-cü sualı yazaq. Sink sulfidin üzərinə oksigen gəlir. Reaksiya nəticəsində alınacaq sink oksid, bir də SO2. Reaksiya tənliyini əmsallaşdıraq. Deməli, uşaqlar, 2 mol sink sulfiddən neçə mol SO2 alındı? Elə 2 mol da SO2 alındı. 2 mol, tutaq ki biz 2 mol sink sulfid götürürük. 2 mol sink sulfiddən 2 mol SO2 alınacaq. 100% çıxımla. Bizə deyir ki, praktiki çıxım 80%dir. Praktiki çıxım 80% olarsa 2 mol sink sulfiddən x mol SO2 alınacaq. İndi gəlin uyğunluğu deməli tənasübü hesablayaq. Sıfırlar ixtisar getdi. X də bərabərdir 1,6 mol. Deməli 1,6 mol SO2 alınacaq. 2 mol sink sulfiddən əgər praktiki çıxım 80% olarsa. Sonra alınan bu SO2-ni oksigenlə reaksiyaya salıb SO3 əmələ gətirirlər. Uyğun olaraq 2 mol 2 mol. Deyir ki, praktiki çıxım 50%dir. Praktiki çıxım 100% olsa 2 mol SO2-dən normal halda 2 mol SO3 əmələ gəlirdi. Praktiki çıxım 100% olsa onda 1,6 mol SO2-dən elə 1,6 mol SO3 əmələ gələcək. Praktiki çıxım 100% olsa. Yox, əgər praktiki çıxım 50% isə onda 1,6 mol SO2-dən A mol SO3 əmələ gələcək. Gəlin indi hesablayaq. 50% gedir 2 dəfə. A da bərabərdir 0,8. Deməli 0,8 molda SO3 əmələ gəlmişdir. İndi davam edirik məsələni yazmağa. Deyir, sonda isə SO3-ün bu alınan SO3-ün üzərinə su gəlinir. SO3 üzərinə gəlinsin su, reaksiya nəticəsində sulfat turşusu alınır, H2SO4. 1 mol sulfat turşusundan praktiki çıxım 100% olanda elə 1 mol sulfat turşusu alınır. Onda 0,8 mol sulfit, daha doğrusu SO3-dən 0,8 mol sulfat turşusu alınır. Praktiki çıxım 100% olsa. İndi uşaqlar davam edirik. Son olaraq bizə deyir ki 5 mol sink sulfiddən. Uşaqlar, normal halda baxın.
2 mol sink sulfit götürmüşdür. 2 mol sink sulfitdən praktiki çıxım 80%, 50%, 100% olmaqla 0,8 mol sulfat turşusu əmələ gətirdik. Yəni sulfat turşusu aldıq. Əgər 5 mol sink sulfit götürsəydik, neçə mol sulfat turşusu alardıq? Bilmirik. Bax ki, y mol. Y də bərabərdir. 2-yə xısar getdi. 0,4. 0,4-ü də 5-ə vururuq. 2 mol. Deməli, əgər biz 5 mol sink sulfit götürsəydik və 5 mol sink sulfit uyğun olaraq praktiki çıxımları 80%, 50%, 100% olarsa 5 mol sink sulfitdən 2 mol sulfat turşusu əmələ gələr. Cavabı qramla istəyir. 1 mol sulfat turşusunun kütləsi 98 qramdır. 2 mol sulfat turşusunun kütləsi olacaq 196 qram. Bu qədər uşaqlar. 114-cü sual. Metalın kütləsini bizə verib 11,2 qram. H-xlorun suda məhlul ilə reaksiyasından ayrılan qazın həcmi 4,48 litr. 4,48 litrdə uşaqlar 0,2 moldu. Qatı sulfat turşusu reaksiyasından alınan duzun nisbi molekul kütləsi isə x-dir. Bizə deyir ki, x-i müəyyən eləyin. X bərabərdir sual. İndi uşaqlar bir metalımız var. Metalın hansı metal olduğunu bilmirik. Baxın aşağıda. Aşağıda sink, dəmir, xrom, maqnezium, bir də alüminium metallarını bizə verib. Deməli bu 5 metaldan biri yuxarıdakı bu H-xlorla reaksiyaya daxil olan baxın bu metalın kütləsidir. Bu 5 metaldan birini götürməliyik. Uşaqlar biz nə demişdik? Demişdik ki, əgər metal turşu ilə reaksiyaya daxil olub hidrogen qazını çıxardırsa, ki budur ayrılan qazın həcmi, hidrogen qazını çıxardırsa, bu zaman hidrogenin mol miqdarı, ayrılan hidrogenin mol miqdarı reaksiyaya daxil olan metalın valentliyinin yarısına bərabər olur. Deməli, sink sabit 2 valentli elementdir. Dəmir həm 2, həm 3 valentlik göstərir, həm 2, həm də 3 valentlik göstərir. Xrom da 2 və 3 valentlik göstərir. Magnezium sabit 2 valentli elementdir, alüminium da sabit 3 valentli elementdir. Deməli, burada 4 mol, yəni 4 valentli bir metal yoxdur. Yalnız 2 və 3 valentlik metallar var. İndi gəlin metalın H-xlorla reaksiyasını yazaq. Metal üzərinə gəlinsin H-xlor. Reaksiya nəticəsində alınır metal, xlor, N. Üzərinə gəlinsin H2. Uşaqlar, 11,2 qram metal reaksiyaya daxil olduqda 0,2 mol hidrogen qazı əmələ gəlir. Düzdür. Uşaqlar, biz nə dedik? Dedik ki, aşağıda verilən 5 metaldan 4 valentli metal yoxdur. Yalnız 2 və 3 valentli metallarımız var. Onda gəlin ilk öncə 2 valentli metal üçün hesablayaq. Əgər bu metal 2 valentli olsaydı, onda 1 mol hidrogen qazı əmələ gələrdi. 1 mol hidrogen qazı ilə də A qram, yəni nisbi molekul kütləsidir. Metalın reaksiyaya daxil olar. Gəlin indi tənasübü həll edək. Vergüllər sağa gedir. 2-yə xısar getdi 56 dəfə. A da bərabərdir 56 qram. Deməli metalın nisbi molekul kütləsi, yəni nisbi atom kütləsi 56-ya bərabərdir və metal 2 valentlik göstərir. Baxın uşaqlar, burada ödəyən bir metal var. Dəmir 56. Görürsüz? Dəmirin nisbi atom kütləsi 56-ya bərabərdir. 2 və 3 valentlik göstərə bilər. H-xlorla reaksiyasında bilirik ki, dəmir 2 valentlik göstərir, 3 valentlik yox. Ona görə də dəmir bu sualın cavabını ödəyir. İndi aşağıda 3 valentli metallarımız da var axı. Alüminium, xrom düzdür H-xlorla reaksiyada 2 valentlik göstərir. Alüminium 3 valentli metalda, aşağıda 3 valentli metal olduğu üçün kəndi 3 valentli metal üçün bu yuxarıdakı tənasübü yazaq. 11,2 qram metal reaksiyaya daxil olduqda 0,2 mol hidrogen qazı əmələ gəlir. Bizə deyir ki, 3 valentli metal olsaydı, onda 1,5 mol hidrogen qazı əmələ gələrdi. 1 mol metal reaksiyaya daxil olsa, 1 mol metalın kütləsini götürək B qram. Gəlin ixtisarlarımızı aparaq, vergül sağa gedir. 56 dəfə, B də bərabərdir, 56 vurulsun, 2-də 3. 28 dəfə, 84 qram. Deməli, burada nisbi atom kütləsi 84-ə bərabər olan bir element görürük uşaqlar. Xeyr. Deməli, cavab 56-dır. Metal daha doğrusu 56-dır. Yəni, metal dəmirdir. Dəmirin nisbi atom kütləsi də 56-ya bərabər. İndi davam edirik. Deyir ki, alınan bu metalın qatı sulfat turşusu ilə reaksiyasından alınan duzun nisbi molekul kütləsini hesablayın. Gəlin, indi metalı qatı sulfat turşusu ilə reaksiyaya salaq.
Uşaqlar, dəmir qatı sulfat duzla reaksiyada 3 vanetlik göstərir. 3 vanetli duzunu əmələ gətirir. SO2 qazını çıxardır. Bir də su əmələ gətirir. Bizə deyir ki, alınan duzun nisbi molekul kütləsi, alınan duz feryum 3 sulfatdır. Nisbi molekul kütləsini hesablayaq. %56 vurulsun 2, 112. 112 üzərinə gəlinsin 3 vurulsun 32, üstünə gəlinsin 64. Bu da uyğun olaraq bərabərdir. 112 üzərinə gəlinsin 3 vurulsun 96. 112 üzərinə gəlinsin 288. 400. Deməli, alınan bu duzun nisbi molekul kütləsi 400-dür. 400 qramdır. Keçdik 115-ci suala. Uşaqlar, bu sualı istədiyiniz tipdə həll edə bilərsiniz. 114-cü sualı. 115-ci sualda 114-cü sualla eyni tipdədir. Müxtəlif üsullarla həll edə bilərsiniz. Yetər ki, siz elementi yerinə qoyduqda ödəsin. 115-ci sual eyni tipdə sualdır. Gəlin indi 115-ci sualı yazaq. Metalın üzərinə H-xlor gəlir. Metal xlor N. Bir də hidrogen qazı çıxır. Bunu müəyyən elədik. Deyir 13,44 litr ayrılan qazın həcmidir. Yəni hidrogenin həcmi 13,44 litrdir. 13,44 litrdə 0,6 moldur. 0,6 uşaqlar baxdıqda görürük ki, indi mən bir aşağıdakı rəqəmləri yerinə qoyacağam. Görürük ki, 3-ə də bölünür, 2-yə də bölünür. Aşağıdakı metallar da həm 3 vanetlik, həm 2 vanetlik göstərir. Gəlin ilk öncə 3 vanetlidən başlayaq. Alüminium. Çünki əgər 3-ə bölünürsə, deməli 3 vanetli metal reaksiyaya daxil olub ki, 3-ə bölünən, yəni 1,5 mol hidrogen ayrılır. Gəlin alüminium üçün hesablayaq ilk öncə. Digər metallar bilirik ki, H-xlorla reaksiyada 2 vanetlik göstərir. Tutaq ki, metalımız alüminiumdur. 10,8 qram metal reaksiyaya daxil olduqda 0,6 mol hidrogen qazı çıxır. Alüminium götürsək metalı, onda 3 valentli olacaq metal. 3 valentli metal reaksiyaya daxil olduqda 1,5 mol hidrogen qazı ayrılır. Metalın nisbi molekul kütləsini də götürürük 1A. A da uyğun olaraq bərabərdir. Gəlin indi vergülləri sağa ataq. 6 108 ilə ixtisar gedir. 18 dəfə. A da bərabərdir. 18 vurulsun 2-də 3. 27 qram. Gördünüz, metalın nisbi atom kütləsini tapdıq 27 qram. Alüminiumun nisbi atom kütləsi də 27 qramdır uşaqlar. Deməli, bu metal elə alüminiumdur. Davam edirik. Duru sulfat turşusu məhlulu ilə reaksiyasından alınan duzun nisbi molekul kütləsini hesablayın. Gəlin ilk öncə alüminium duru sulfat turşusu ilə reaksiyaya salaq. Reaksiya nəticəsində alüminium sulfat, bir də hidrogen qazı ayrılır. Deyir, alınan duzun nisbi molekul kütləsi bizdən alüminium sulfatın daha doğrusu nisbi molekul kütləsini istəyir. 2 dəfə 27, 54 üzərinə gəlinsin. 3 vurulsun. 32, o da 64, 96. Bu cəm də uyğun olaraq bərabərdir 342 qram. Deməli, alınan bu duzun nisbi molekul kütləsi 342 qrama bərabər oldu. 116-cı sual. Natrium sulfat vurulsun x mol su kristal hidratı oksigen atomlarının sayı Avogadro ədədindən 7 dəfə böyüdür. Avogadro ədədi 6,2 vurulsun 10 üstü 23 uşaqlar. Natrium atomlarının sayı isə Avogadro ədədinə bərabərdir. X-i hesablayın. Yəni 16-cı sualı 116-cı sualı yazaq. Davam edirik. Məsələnin şərtini oxuyaq. Bizə deyir ki, kristal hidratında oksigen atomlarının sayı Avogadro ədədindən 7 dəfə böyüdür. Natrium atomlarının sayı isə Avogadro ədədinə bərabərdir. Uşaqlar, bu kristal hidratda natrium atomlarının sayı neçə dənədir? 2 dənədir. Onda Avogadro ədədi Na-dır. Na normalda 6,2 vurulsun 10 üstü 23 sayda hissəcikdən ibarətdir. Bizə deyir ki, Avogadro ədədi natrium atomlarının sayı Avogadro ədədinə bərabərdir. Şərti olaraq bu məsələdə Na-nı 2 götürürük. Çünki natrium atomlarının sayı 2-dir.
Və bizə deyir ki, oksigen atomlarının sayı, ümumi kristal hidratda oksigen atomlarının sayı nə qədərdir? Natrium sulfatda 4 dənə var, suda isə x dənə var. Deməli 4 üzərinə gəlsin x oksigen atomlarının sayıdır. Deyir Avogadro ədədindən, Avogadro ədədi 2-dir, 7 dəfə böyükdür. İndi bu tənliyi həll eləyək. 4 üzərinə gəlinsin x bərabərdir 14, x də bərabərdir 10. Bizə deyir x-i müəyyən eləyin, x-i müəyyən elədi 10. Kristal hidratın tərkibində 10 mol su var. Natrium sulfat vurulsun 10 mol su da Glaber duzudur. 117-ci sual. 20%li kükürtsüz qarışığı olan texniki hidrogen sülfid qazından 196 qram sulfat turşusu alınmışdır. 1 mol hidrogen sülfiddən 1 mol. 1 mol sulfat turşusu alınır uşaqlar. Bizə deyir ki, 20% kükürtsüz qarışıq olan, yəni 80% hidrogen sülfiddən ibarət bir qarışıq var. İlkin qarışığın həcminin neçə litr olduğunu hesablayın. Uşaqlar, 1 mol sulfat, 1 mol hidrogen sülfiddən 1 mol sulfat turşusu əmələ gəlir. 196 qram sulfat turşusu almaq üçün neçə mol hidrogen sülfid reaksiyaya daxil olmalıdır? Bilmirik. X mol hidrogen sülfid reaksiyaya daxil olmalıdır. 1 mol sulfat turşusunun kütləsi isə 98 qramdır. 98 qram sulfat turşusu alınanda 1 mol hidrogen sülfid reaksiyaya daxil olmuş olur. İxtisarlarımızı aparaq 2 dəfə. X-ə bərabərdir 2 mol. Deməli 2 mol hidrogen sülfid reaksiyaya daxil olub ki, 2 mol H2SO4 alınır. 20% kükürtsüz qarışıqda, deməli 80% bu tutaq ki x litr hidrogen sülfid götürmüşük. Bu x litr hidrogen sülfidin 20% kükürtsüz qarışıqdır. Yəni başqa qarışıqlardır. 80% isə hidrogen sülfiddir. Onda x-in 80%-ni tapırıq, bərabər eləyirik 2-yə. Niyə 2-yə bərabər eləyirik? Bizə cavabı litrlə istəyir. Onda 2 vurulsun 22,4 litrə bərabər eləyirik. Niyə 2-yə bərabər elədik? Uşaqlar, biz bayaq hidrogen sülfidin neçə molunun reaksiyaya daxil olduğunu müəyyən elədik axı. Hidrogen sülfidin 2 molu reaksiyaya daxil olub ki, 2 mol da sulfat turşusu alınıb. Onda bu qarışığın içərisində deməli 2 mol hidrogen sülfid var, qalanlar isə digər qarışıqlardır. X litrin 80%-ni tapırıq. Cavabı da bizdən litrlə istəyir. X də bərabərdir 224 bölünsün 4, 56 litr. Keçdik 118-ci suala. Eyni tipdə sual deyil uşaqlar. 50% kükürtsüz qarışığı olan texniki hidrogen sülfid qazından 196 qram sulfat turşusu alınmışdır. İlkin qarışığın həcmini hesablayın. 118-ci sual. Dedi ki 1 mol hidrogen sülfiddən elə 1 mol da H2SO4 alınır. 196 qram H2SO4 alınıbsa, neçə mol hidrogen sülfid reaksiyaya daxil olar? Bayaq hesabladıq. 2 mol hidrogen sülfid reaksiyaya daxil olmuş olar. Deyir tərkibində 50% kükürtsüz qarışıqdır. Onda 50%-i də tutaq ki biz x litr hidrogen sülfid götürsək, x-in 50%-i də olacaq hidrogen sülfid. X litr hidrogen sülfid yox. X litr bir qarışıq götürsək, onun 50%-i olacaq hidrogen sülfid. Bərabərdir 2 mol. 2 vurulsun 22,4 litr. Litrlə istəyir bizdən cavabı. 4 dəfə 22,4, 89,6 litr. Deməli, ümumi qarışığın həcmi 89,6 litr olub. Tərkibində 44,8 litr, yəni 2 mol hidrogen sülfid olub ki, 196 qram sulfat turşusu alınıb. 119-cu sual. Dəmirin qızdırmaqla qatı sulfat turşusu ilə reaksiyasından alınan məhsulların əmələ gəlmə qrafikinə əsasən n plus n cəmini hesablayın. Gəlin 119-cu sualı yazaq. Dəmirin qatı sulfat turşusu ilə reaksiyasını yazaq. Reaksiya nəticəsində dəmirin 3 valentli duzu, SO2 qazı, bir də su alınacaq. Məsələni davam edirik. İlk öncə reaksiya tənliyini gəlin əmsallaşdıraq. 6 mol sulfat turşusu reaksiyaya daxil olar, 2 mol dəmir.
Daha sonra kükürlərin sayını bərabərləşdirərək 3 mol SO2 qazı alınacaq, 6 mol da su. Davam edirik. Deyir ki, baxın uşaqlar, 0,3 mol Y alınıb, M mol X alınıb, M mol da Z alınıb. Diqqətlə baxdınız. Deməli, mol sayları ardıcıl olaraq düzülüb. Normal halda 2 mol dəmirlə 6 mol sulfat turşusu reaksiyaya daxil olduqda ən az mol alınacaq dəmir duzu, daha sonra SO2, ən çox mol da su əmələ gələcək. Ona uyğun olaraq X, Y, Z-i düzək. X olacaq su, Y olacaq SO2, Z də olacaq dəmir 3 sulfat. Gördünüz uşaqlar, mol saylarına uyğun X, Y, Z-i düzdür. İndi bizə deyir ki, 0,3 mol Y alınıb. 0,3 mol Y alınıbsa, onda 0,1 mol dəmir 3 sulfat alınacaq. 0,6 mol da su alınacaq. M plus N cəmini istəyir. M oldu X. N də oldu Z. 0,1 üzərinə gəlsin 0,6, 0,7. Bu qədər. 120-ci sual. Natriumun qatı sulfat turşusu reaksiyasından alınan qaz, natrium qatı sulfat turşusu reaksiyasından alınacaq hidrogen sulfid qazı. Çünki aktiv metallar qatı sulfat turşusu reaksiyada hidrogen sulfid qazını əmələ gətirir. Misin qatı sulfat turşusu reaksiyası nəticəsində SO2 alınacaq, 2-yə getdi C. 3-ə baxırıq. Kalsiumun duru sulfat turşusu reaksiyası nəticəsində hidrogen qazı ayrılacaq. 121-ci sual. Eyni tipdə sualdır. Kalium qatı sulfat turşusuna reaksiya daxil olanda hidrogen sulfid qazını əmələ gətirir. Mis qatı sulfat turşusuna reaksiya daxil olduqda pasiv metal olduğu üçün SO2 qazını əmələ gətirir. Sink də duru sulfat turşusuna reaksiya daxil olduğu üçün hidrogen qazını əmələ gətirir. Cavab D variantı. 3-ə də getdi D. 122-ci sual. Natriumun qatı sulfat turşusu reaksiyasından X qazı alınır. X qazı oldu uşaqlar hidrogen sulfid H2S. Daha sonra deyir ki, misin qatı sulfat turşusu reaksiyası nəticəsində Y qazı alınır. Y qazı da oldu SO2. Venn diaqramına əsasən uyğunluğu müəyyən eləyin. Normal şəraitdə qazdır, bəli, hər ikisi normal şəraitdə qazdır. Lax yumurta ilidir. H2S lax yumurta ilidir. Kükürdün oksidaşma dərəcəsi müsbət 4-dür. SO2-də oksidaşma dərəcəsi müsbət 4-dür. H2S-də isə kükürdün oksidaşma dərəcəsi -2-dir. Ona görə C3-ə getdi C. Kükürd yalnız reduks edici ola bilər. Uşaqlar, kükürd deməli -2 oksidaşma dərəcəsi göstərdiyində yalnız reduks edici ola bilər. Yəni onun minimum oksidaşma dərəcəsini artıq göstərir. Kükürdün maksimum oksidaşma dərəcəsi müsbət 6-ya bərabərdir. Minimum oksidaşma dərəcəsini də tapmaq üçün maksimum oksidaşma dərəcəsindən 8-i çıxırıq. Və kükürdün minimum oksidaşma dərəcəsi -2-dir. Artıq özünə elektron ala bilməz. Elektron qəbul eləyə bilməz. Kükürd -3 oksidaşma dərəcəsi göstərmir ki, minimumu -2-dir. Ona görə də özündən elektron verməlidir. Və reduks edici xassəyə göstərməlidir. Amma SO2-də isə kükürd elektron ala da bilər, verə də bilər. Yəni həm reduks edici də ola bilər, həm də oksidləşdirici də ola bilər. Ona görə yalnız reduks edici ola bilər. 1-ə getdi D. Kükürd həm oksidləşdirici, həm reduks edici ola bilər. 3-ə də getdi Y. 123-cü sual. Uyğunluğu müəyyən edin. 1 mol maddənin qatı sulfat turşusu ilə reaksiyasından alınan SO2-nin həcmi. Uşaqlar, biz nə dedik? Turşuların deməli metallarla reaksiyası nəticəsində ki, baxırıq A, B, C, D, Y variantların hamısı metaldır. Reaksiyaya daxil olduqda əgər qaz ayrılırsa, alınan qazın həcmi metalın valentliyinin yarısına bərabər olur. İndi ilk gəlin bir-bir metalların valentliyinə baxaq. Dəmir qatı sulfat turşusu 3 valentlik göstərir. Gümüş 1 valentlik göstərir. Mis və sink isə 2 valentlik göstərir. Platin və qızıl heç bir metalla reaksiyaya daxil olmur. B variantını başdan atırıq. Onda dəmir 3 valentlik göstərirsə, 3-ün yarısı 1,5 mol SO2 əmələ gələcək. 2-yə getdi A. Gümüş 1 valentlik göstərirsə 0,5 mol, yəni 11,2 litr SO2 əmələ gələcək. 3-ə getdi C. D və Y variantlarının hər ikisi 2 valentlik göstərdiyi üçün 1 mol SO2 əmələ gələcək. 1-ə də getdi D və Y. Bu qədər sadə həll olunur uşaqlar. 124-cü sual. Eyni tipdə sualdır. Alüminium 3 valentlik metaldır. Gümüş 1 valentlik göstərir. Dəmir 3 valentlik göstərir. Mis 2 valentlik göstərir. Kükürdün də qatı sulfat turşusuna reaksiyası nəticəsində indi reaksiyanı yazacaq. Qeyri-metal olduğu üçün qeyri-metallar üçün bu qayda ödənilmir. Gəlin ilk öncə metalları düzək variantlara. Deməli, alüminium 3 valentlik göstərdiyi üçün 1,5 mol
SO2 əmələ gətirəcək. 2'ye getdi A. Gümüş bir valentlik göstərdiyi üçün 0,5 mol SO2 əmələ gələcək. 1'e getdi B. Mis 2 valentlik göstərdiyi üçün 22,4 litr, yəni 1 mol SO2 əmələ gələcək. İki variantlarda elə bir variantımız yoxdur. Ona görə də C variantı heç bir varianta getmir. Dəmir 3 valentlik göstərir, yenə 1,5 mol SO2 əmələ gələcək. 2'ye getdi D. Gəlin son olaraq Y variantını yazaq. 124'də Y variantı. Kükürdün qatı sulfat turşusu reaksiyası nəticəsində SO2 bir də su əmələ gəlir. Uşaqlar, indi gəlin reaksiya təhlilini əmsallaşdıraq. Suyun qarşısına 2 yazırıq. Sulfat turşusunun qarşısına da 2 yazırıq. Kükürt dioksidin qarşısına da 3 dənə olduğu üçün 3 dənə kükürtlərin sayı da bərabərləşdi. Oksigenlər də bərabərləşdi. Normal halda baxın, 1 mol kükürt reaksiyaya daxil olduqda 3 mol SO2 əmələ gəlir. Yəni 67,2 litr SO2 əmələ gəlir. 3'e də getdi Y variantı. Keçirik 125-ci suala. 400 qram 20%li H2SO4 məhlulundan 300 qram su buxarlandıqdan sonra alınan məhlulu qızdırdıqda dəmirlə reaksiyasından alınan məhsulları müəyyən edin. Uşaqlar, 400 qram 20%li sulfat turşumuz var. 300 qram suyu buxarlandırırlar tərkibindən. Və deməli duru sulfat turşumuz var idi. 400 qram 20%li. Tərkibindən 300 qram su buxarlandığına görə duru sulfat turşusu artıq keçir olur qatı sulfat turşusu. Gəlin 125'i bir də yazılı şəkildə göstərim. 400 qram 20%li sulfat turşumuz var idi. Bölünsün 100. Tərkibində 80 qram H2SO4 var idi. 320 qram da su var idi. Daha sonra bizə deyir ki, su buxarlanıb gedir və yerdə 300 qram suyu buxarlandırırlar. Yerdə 20 qram su qalır. Baxın uşaqlar, sulfat turşusunun miqdarı suyun miqdarından 4 dəfə çoxdur. Deməli, duru sulfat turşusu H2SO4 duru çevrilir olur H2SO4 qatı. Qatı sulfat turşusuna çevrilir. Bu qədər. İndi qatı sulfat turşusu qızdırıldıqda dəmir reaksiyasından hansı məhsullar alınır? Dəmirin gəlin qatı sulfat turşusuna reaksiyasını yazaq. Reaksiya nəticəsində dəmirin 3 valentli duzu, SO2, bir də su əmələ gəlir. Deməli, dəmirin 3 valentli duzu, SO2, bir də su əmələ gəlir. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərə kükürt və onun birləşmələri sulfat turşusu bölməsindəki sulfat turşusu alınması və xəstələrin mövzusunda olan sualları birlikdə bitirdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.